Salam əziz və dəyərli 11-ci sinif şagirdləri. Bugünkü dərsimiz ədədi ardıcıllığın limitinə aid olan tapşırıqların izahıdır. Birinci tapşırıqdan başlayaq. En sonsuzluğa yaxınlaşdıqda verilmiş ifadənin limitini hesablayın. N'in qiyməti sonsuzluğa yaxınlaşdıqca bu kəsirin surət və məxrəcinin qiyməti də sonsuzluğa yaxınlaşacaq. Yəni, kök altında 5 vurulsun, sonsuzluğun kvadratı üstəgəl 3, üstəgəl 6 ifadəsinin qiyməti yaxınlaşır sonsuzluğa və yaxud məxrəc. Oxşar qayda ilə 45 vurulsun, sonsuzluğun kvadratı çıxılsın 3, üstəgəl 5 yaxınlaşır sonsuzluğa. Yəni, A vurulsun sonsuzluq bərabərdir sonsuzluq. Sonsuzluğun kvadratı bərabərdir sonsuzluq. A üstəgəl sonsuzluq bərabərdir sonsuzluq. Deməli, kəsirin surət və məxrəci sonsuzluğa yaxınlaşır. Yəni, sonsuzluq bölünsün, sonsuzluq halı alınır. Və limitdə bu hala qeyri-müəyyənlik halı deyilir. Əgər bax bu cür qeyri-müəyyən bir halı yaransa, onda kəsirin surət və məxrəcini yüksək dərəcəli dəyişənə bölmək lazımdır. Baxın, burada dəyişən n kvadratdır. Surət və məxrəcdə kökün altındakı hər bir həddə n kvadrata bölmək olar. Kökün altında olmayan 6 və 5-i isə n-ə bölmək olar. Və bu qayda ilə biz verilmiş kəsiri sadələşdirərək onun limitini hesablaya bilərik. Limit n sonsuzluğa yaxınlaşdıqda kök altında 5n kvadrat bölünsün n kvadrat. Üstəgəl 3 bölünsün n kvadrat. Baxın, hər bir həddə n kvadrata bölürük. Üstəgəl 6 kökün altında deyil, 6-nı n-ə bölürük. N kökün altına daxil olanda n kvadrat olur. Yəni, bu qayda ilə 45 n kvadrat bölünsün n kvadrat çıxılsın 3 bölünsün n kvadrat. Üstəgəl 5 bölünsün n. Buradan baxın, bu n kvadratlar burada ixtisar gedir. Kökün altında qalır 5 üstəgəl 3 bölünsün n kvadrat. Üstəgəl 6 bölünsün n. 45 çıxılsın 3 bölünsün n kvadrat. Üstəgəl 5 bölünsün n. Deməli, burada biz fikir verəcəyik, baxın bu kəsirlərə. 3 bölünsün n kvadrat, 6 bölünsün n. Baxın, bu kəsirlərin qiyməti n sonsuzluğa yaxınlaşdıqca nəyə bərabər olur? Fikir verin, n sonsuzluğa yaxınlaşdıqda 1 bölünsün n 0-a yaxınlaşır. 1 bölünsün n kvadrat 0-a yaxınlaşır. 1 bölünsün n kub 0-a yaxınlaşır və s. Məsələn, 1 bölünsün n-ə baxaq. N-in yerinə 1 yazsaq, 1 bölünsün 1 bərabərdir 1. 2 yazsaq 0-dan 5, 3 yazsaq təqribən 0-dan 3, 4 yazsaq 0-dan %25, 5 yazsaq 0-dan 2 və s. Qeyd qiymətlərə fikir verin, kəsirin qiymətinə. Yəni kiçilir və nəhayət yaxınlaşır 0. 0 almır, amma 0 sonsuz yaxınlaşır. Və bu zaman deyirik ki, bu cür nisbətlərin limiti 0-a bərabər olur. Yəni, en sonsuzluğa yaxınlaşanda bu kəsirlərin limiti 0-a bərabər olur. Deməli, baxın, bu kəsirlər burada 0-a bərabər olur. Qalır surətli kökdə 5, məxrəcidə kökdə 45. Və bu cür bu ifadənin biz limitini hesablaya bilirik. Bərabər olur. Limit en sonsuzluğa yaxınlaşdıqda kökdə 45-də 5, kökdən də yəni bu 9-da 1 bərabər olduğu üçün kökdən də 3-də 1 çıxır. Deməli, limit en sonsuzluğa yaxınlaşanda 3-də 1. Yəni, sabit ədəd alınır. Sabit ədədin də limiti elə sabitin özünə bərabərdir. Limit C bərabərdir C-yə, fərqi yoxdur. En sonsuzluğa yaxınlaşır, hər hansısa bir ədədə yaxınlaşsa belə, yəni də sabitin limiti, yəni sabitin özünə bərabərdir. Deməli, burada bizim cavabımız olur 3-də 1. Bu da bizə verilir Y variantında. İkinci sual oxşar sualdır. Baxın, sonsuzluğu n-in yerinə yazdıqda surət də sonsuzluğa yaxınlaşır, məxrəc də sonsuzluğa yaxınlaşır və sonsuzluq bölünsün sonsuzluq. Yəni, qeyri-müəyyənlik halı alınır. Bu cür qeyri-müəyyənlik halı yarananda
Surət və məxrəci enə və yaxud da n kvadrata bölmək lazımdır. Enə böldükdə, baxın məxrəcdə enə bölürük. Surətdə kök yəni işarəsi var. Surətdə n kökün altına daxil olanda n kvadrata çevrilir. Yəni kökün altındakı ifadələri n kvadrata bölürük. Kökü olmayanları isə n-ə bölürük. Məxrəc olur 2n bölünsün n. Surət olur 9n kvadrat bölünsün n kvadrat. İşte gəl 1 bölünsün n kvadrat çıxılsın. 9 kökün altında deyil. Ona görə 9 bölünsün n. Burada n'lər gelir. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəc olur 2. N kvadratlar da gelir. Baxın, biz bayaq dedik 1 bölünsün n kvadrat, 9 bölünsün n. Baxın, bu cür kəsirlərin qiyməti en sonsuzluğa yaxınlaşdıqca bunların da limiti sıfıra yaxınlaşır. Sıfıra yaxınlaşdığı üçün bax, burada kökün altında 9 qalır. Deməli, limit en sonsuzluğa yaxınlaşdıqda 9'dan 3 çıxır. 3 bölünsün 2 də bizə verir 1,5. Yenə sabit ədəd aldıq. Sabit ədədin limiti ilə sabitin özünə bərabər olur. Cavabımız 1,5. B variantı. Keçirik 3-cü tapşırığa. Fikir verik, en sonsuzluğa yaxınlaşdıqda verilmiş ifadənin limitini hesablayın. N-in yerinə sonsuzluq gətirib yazanda olur sonsuzluq çıxılsın sonsuzluq. Baxın, bu da limiti üçün qeyri-müəyyənlik halı hesab olunur. Yəni, belə qeyri-müəyyənlik halı yaransa, onda qaydamız belədir ki, verilmiş ifadəni qoşmasına vurub bölmək lazımdır. Yəni, verilmiş ifadəni qoşmasına vurub bölməklə biz bu ifadəni sadələşdirib onun limitini hesablaya bilirik. Verilmiş ifadəmiz n kvadrat üstəgəl n çıxır. Bu ifadənin özü, biz bunu vurub qoşmasına. Kökdə n kvadrat üstəgəl n, bax belə. Hansı ədədə vurmuşuqsa, həmin ədədi məxrəci də yazmaq lazımdır. Yəni, qoşmasına vurub, həm də həmin qoşmaya bölürük. Alınır limit en sonsuzluğa yaxınlaşdıqda məxrəc olduğu kimi yazılır. Kök altında n kvadrat üstəgəl n. Surətimiz açıq bir azüqəldir. Kvadratlar fərqidir. Kökdə n kvadrat üstəgəl n kvadratı. Kök işarəsi gedir. Qalır n kvadrat üstəgəl n. Çıxılsın, bax bu n kvadratı. Baxın, burada da n kvadratlar gedir. Qalır limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz n kvadrat üstəgəl n. Surətimiz isə baxın, təkcə n qalır. İndi fikir verək alınmış ifadəyə. En sonsuzluğa yaxınlaşdıqda sonsuzluq bölünsün sonsuzluq qeyri-müəyyənlik halı yaranır. Bunun da biz bayaq qaydasını öyrəndik. Belə hal yaranırsa, deməli köklə olmayanları n-ə bölürük. Surət və məxrəcdə kökün altında olanları isə bax burada n kvadratına bölürük. Deməli, limit en sonsuzluğa yaxınlaşdıqda kökün altında baxın n kvadrat bölünsün n kvadrat. Üstəgəl n bölünsün n kvadrat. Üstəgəl. Bax, bu n kökün altında deyil. N-ə bölürük. Surətdə də n kökün altında deyil. N-ə bölünür. Alınır. Surətimiz 1. Məxrəcdə də kökün altında 1. Baxın, bu n bölünsün n kvadrat. Bu bizə 1 bölünsün n verir. Üstəgəl 1 bölünsün n. Və n bölünsün n. Bu da bizə 1 verir. Və deməli, limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz, baxın, bu 1 bölünsün n dedik ki, 0-a bərabər olur. Qalır 1, üstəgəl 1. Məxrəcimiz olur 2. Surət də 1-dir. Yenə sabit ədəd aldıq. Sabit ədədin limiti də özünə bərabərdir. Yəni, cavabımız 2-də 1-ə bərabərdir. Cavabımız olur Y variantı. Dördüncü suala fikir veririk. Yenə də en sonsuzluğa yaxınlaşır. Surətində, yerində, məxrəcdə də yəni nəzərə alsaq sonsuzluğu. Sonsuzluq bölünsün sonsuzluq. Sonsuzluq bölünsün sonsuzluq. Qeyri-müəyyənlik halı yaranır. Baxaq, yenə də burada dəyişəni bölmə yolundan istifadə edəcəyik, qaydasından istifadə edəcəyik. Deməli, surətdə 25n bölünsün n. Məxrəcdə 36n bölünsün n. Burada fikir verilən bir kök var.
15n. Bakın n'e bölmüşlük. N kökün altına daxil olanda burada n kvadrat olur. N'ler bak burada gelir. Surətdə qalır. Kökdə 25. Burada da n'ler gelir. Qalır kökdə 36. Baxın n'lə n kvadratlar burada gedir. Amma məxrəcdə n qalır. Yəni kökün altında 15 bölünsün n. Belə olur ifadəmiz. Və surətimiz 5. Məxrəc deməli 15 bölünsün n. Baxın bu ifadəmiz bizim bərabər olur 0-a. Qalır kökdə 36. Kökdə 36-dan da 6 çıxır. Yenə sabitədə qalırıq. Sabitin limiti elə özünə bərabər olur. 6-da 5-ə cavabımız olur B variantı. 5-ci suala fikir verək. Surət 1 üstəgəl 2 üstəgəl 3 n. Yəni bu birdən n-ə qədər olan ədədlərin cəmidir. Birdən n-ə qədər olan ədədlərin cəminə fikir verək. Deməli, bu qaydamız belədir də, n vurulsun, n üstəgəl 1 bölünsün 2. Getirib yerində nəzərə alsaq, limit n sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz n kvadrat üstəgəl 4n üstəgəl 3. Surətimizdə baxın bu ifadədir. N-i də vurub açsaq, n kvadrat üstəgəl n bölünsün 2. Və bu 2 2'də bir şeklinde karşıya gidebilir. 2'də bir şeklinde keçirək limitin karşısına. Kəsirdə qalır n kvadrat üstəgəl n. Məxrəcdə n kvadrat üstəgəl 4n üstəgəl 3. Yenə də n sonsuzluğa yaxınlaşdığı üçün surət və məxrəc hər ikisi sonsuzluq olur. Yəni sonsuzluq bölünsün sonsuzluq. Yəni qeyri-müəyyənlik halı yaranır. Bu cür ifadələrdə demişdik ki, dəyişənin yüksək dərəcəsinə bölmək lazımdır. Yəni surət və məxrəci n kvadrata bölürük. İkidə bir limit. Baxın, bax, burada n kvadratlar gedir. Bir üstəgəl, bax, bu n-lə də n kvadrat sarı gedəndə 1 bölünsün n qalır. Burada 1 qalır. N-lə də n kvadrat gedir. Qalır 4 bölünsün n. 3 bölünsün n kvadrat. Biz də bu ifadələrin qiymətini demişdik ki, 0-a yaxınlaşır. 1 bölünsün n, 4 bölünsün n, 3 bölünsün n kvadrat. Bunların hamısının limiti 0-a bərabər olur. Qalır 2'də bir limit n sonsuzluğa yaxınlaşdıqda surətdə də 1 qalır, məxrəcdə də 1 qalır. Sabit ədəddə 1. Deməli, 2'də bir vurulsun 1. Cavabımız olur 2'də bir. Nəticə baxımından belə bir qayda yaranır. Surət və məxrəc əgər çoxədli şəklindədirsə, bax bu cür çoxədli şəklindədirsə, onda dəyişənin yüksək dərəcəsinə baxırıq. Onların əmsallarında nisbəti götürülür. Yəni surətdə də dəyişənlərin içində yüksək dərəcə n kvadratdır, məxrəcdə də n kvadratdır. Onların əmsallarının nisbəti, yəni limitin qiyməti olur, cavab olur. 1 bölünsün 1. Baxın, həmin biz nəticəni aldıq. 1 bölünsün 1. Sadəcə baxın, bu qədər biz yəni yoldan istifadə etdik. Qısa olmaq üçün konkret qayda ilə biz buradan özümüz üçün nəticə çıxarırıq. Surət və məxrəc əgər çox ədli olarsa, onda dərəcəsi yüksək olan dəyişənlərin əmsallarının nisbəti götürülür. 2'də bir də qarşıda əmsal kimi olduğu üçün 2'də bir vurulsun bir cavabımız elə birbaşa, yəni 2'də birə bərabər olur. Bu da onluq kəsr şəkildə bizə verilir. C variantı. 6-cı sualda yenə də sonsuzluğa yaxınlaşır n surət və məxrəc. Hər ikisi sonsuzluğa yaxınlaşır. Sonsuzluq bölünsün sonsuzluq qeyri-müəyyənlik halı yaranır. Və kökün altındakı ifadə dedik ki, n kvadrata bölünəcək, kökdə olmayanlar isə n-ə bölünəcək. Limit n sonsuzluğa yaxınlaşdıqda 3n kvadrat bölünsün n kvadrat, 7 bölünsün n kvadrat, üstəgəl 1 bölünsün n, məxrəcdə 12n kvadrat bölünsün n kvadrat, üstəgəl 1 bölünsün n kvadrat, çıxılsa 5 bölünsün n. Və dedik ki, 7 bölünsün n kvadrat, 1 bölünsün n. Bax, bunların hamısının limiti bərabər olur
Sıfıra n kvadratlar da bax burada gedir. Qalır surətdə 3, yəni kökdə 3. Məxrəcdə baxın n kvadratlar gedir, qalır kökdə 12. Yəni bunların hamısının qiyməti sıfıra bərabər olur. Limit en sonsuzluğa yaxınlaşdıqda kökdə 12-də 3, 4-də 1-ə bərabər olur. 4-də 1-dən də çıxır 2-də 1. 2-də 1 də sabitdir. Sabitin limiti elə özünə bərabərdir. Cavabımız olur 2-də 1 B variantı. 7-də də oxşar sualdır. N-lə 3-ni N-ə bölürük. Kökün altındakı ifadə isə N kökün altına daxil olanda N kvadrat olur. Yəni burada da qeyri-müəyyənlik halı sonsuzluq bölünsün. Sonsuzluq olduğu üçün dəyişənə bölürük. Surət və məxrəcin hər bir həddini dəyişənə bölürük. Kökün altındakı n kvadrata bölünür. Kök altında olmayan isə n-ə bölünür. Və baxırıq alınan cavablara. Baxın, burada n-lə n kvadrat ixtisar gedəndə məxrəcdə n qalır. Olur 7 bölünsün n. 3 bölünsün n kvadrat. N bölünsün n 1-ə bərabər olur. Baxın, burada da ixtisar gedir. 14 bölünsün n qalır. 1 bölünsün n kvadrat. Bax, bu n'lər də burada gedir. Cavabı 3 qalır. Limiti en sonsuzluğa yaxınlaşdıqda deməli, bu kəsirlərin qiyməti dedik ki, 0-a bərabər olur. Məxrəcdə 3 qalır. Surətdə də, baxın, kökün altında 0-a bərabər olur. Surətdə də bir 1 qalır. Yəni də sabit ədədin limiti olur. Cavabımız olur 3-də 1 A variantı. 8. Yenə də en sonsuzluğa yaxınlaşır. Verilmiş limiti hesablamaq üçün baxırıq ki, surət və məxrəc hər ikisi sonsuzluğa yaxınlaşır. Sonsuzluq bölünsün, sonsuzluq qeyri-müəyyənlik halı yaranır. Deməli, surət və məxrəci dəyişənə bölmək lazımdır. Deməli, baxırıq burada məxrəcdə 3n ayrı kökün altındadır, üstəgəl 1. Surətdə isə kökün altında 3n üstəgəl 1, yəni bir ifadə şəklində kökün altına daxildir. Deməli, burada əgər kökün altındakı ifadəni n kvadrata bölsək, alınacaq 3 bölünsün n üstəgəl 1 bölünsün n kvadrat, surət 0 verəcək. Məxrəc də burada 0 verəcək. 0 bölünsün 0 alınacaq. Yəni bu özdə qeyri-müəyyənlik halıdır. Biz bunu kök altında n-ə bölək. Kökün altında 3n üstəgəl 1 bölünsün kökdə n. Məxrəcdə də hər birini bölürük kökdə n-ə. Deməli, burada məxrəc bizə verir. Yəni, kökdə n-lər gedir, məxrəc qalır kökdə 3. 1 bölünsün kökdə n, bu özü də 0-a bərabər olur. Surətdə, yəni kökləri birləşdirsək, kökün altında 3n bölünsün n, üstəgəl 1 bölünsün n. Böyle bir ifadə alınır. Olur limit. En sonsuzluğa yaxınlaşdıqda məxrəc kökdə 3, surətdə bax bu n-lər gedir. 1 bölünsün n, bu da 0-a bərabər olur. Qalır kökdə 3. Kökdə 3 bölünsün kökdə 3 1-ə bərabər olur. Birin də limiti elə birin özünə bərabərdir. Cavabımız olur C variantı. 9 oxşar sualdır. Yenə də surət və məxrəc sonsuzluq bölünsün. Sonsuzluq qeyri-müəyyənlik halı alınır. Limit en sonsuzluğa yaxınlaşdıqda kök altında ifadəni n kvadrata bölsək, 1 üstəgəl 1 bölü n kvadrat alınacaq. Deməli, n kvadrat bölünsün n kvadrat, 1 bölünsün n kvadrat, üstəgəl 1 bölünsün n. Məxrəc 2n bölünsün n. Məxrəcimiz olur 2. N kvadrat bölünsün n kvadrat 1-ə bərabər olur. 1 bölünsün n kvadrat 0-a bərabər olur. 1 bölünsün n də 0-a bərabər olur. Cavabımız olur limit. En sonsuzluğa yaxınlaşdıqda 2-də 7.
2'de 7 de sabittir. Sabitin limiti özünə bərabərdir. Cevabımız 3,1 A variantı. 10-cu da oxşar sualdır. Sonsuzluq bölünsün. Sonsuzluq qeyri-müəyyənlik halıdır. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcdə kökün altında n kvadrat bölünsün n kvadrat üstəgəl 4 bölünsün n kvadrat. Surət 5 bölürük. Deməli, demək kökün altındakı ifadəni n kvadrata bölmüşdük. Bax, surətdə kök ifadəsi yoxdur. N bölürük. 1 bölünsün n. Deməli, limit en sonsuzluğa yaxınlaşdıqda surətimiz olur 5 üstəgəl 1 bölünsün n. Məxrəc n kvadrat bölü n kvadrat 1'ə bərabər olur. 4 bölünsün n kvadratda 0'a bərabər olur. Deməli, limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz olur 2, surətimiz də olur 5. Baxın, bu 1 bölünsün n limiti 0'a bərabər olur. Deməli, yenə də sabitlədə dalınır 2'dən 10'da 5. 11'de oxşar sualdır. Yenə də sonsuzluq bölünsün. Sonsuzluq qeyri-müəyyən haldır. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcdə kök işarəsi var. 16 n kvadrat bölünsün n kvadrat üstəgəl 8 bölünsün n kvadrat. Surətdə kök işarəsi yoxdur. N-ə bölürük. Limit en sonsuzluğa yaxınlaşdıqda surətimiz olur 4. Üstəgəl 1 bölünsün n. N kvadratlar da burada gedir. Kökün altında 16. Bak, bu da yaxınlaşır 0'a. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəc kökdə 16'da 4 çıxır. Surətimizdə 4'dür. Bax, bu 1 bölünsün n 0'a bərabər olur. 4'də 4, yəni 1. Cevabımız olur B variantı. 12. Baxın, bunu ayrı-ayrı limitlər şəklində göstərə bilərik. Limit en sonsuzluğa yaxınlaşdıqda 3 çıxılsın. Limit en sonsuzluğa yaxınlaşdıqda 5 bölünsün 2n. Bax, bu sabitin limitidir. Sabitin limiti ilə özünə bərabərdir. 5 bölünsün 2n. Bu da ilə 2'də 5 vurulsun. 1 bölünsün n şəklindədir. Yəni, biz 2'də 5'i limitin qarşısına keçirə bilərik. Limit en sonsuzluğa yaxınlaşdıqda 1 bölünsün n. 1 bölünsün n'in limiti de demişik 0'a bərabərdir. 2'də 5 vurulsun 0'da 0 verir, qalır 3. Cevabımız olur D variantı. 13'də oxşar sualdır. Limit en sonsuzluğa yaxınlaşdıqda 2 çıxılsın. Limit en sonsuzluğa yaxınlaşdıqda 3'də 4. 3'də 4'ü limit işarəsinin qarşısına qoyaq. 1 bölünsün n. Sabitin limiti ilə özünə bərabərdir. 1 bölünsün n'in limiti 0'a bərabərdir. 3'də 4 vurulsun 0. Cevabımız 2. 14'də oxşar qayda ilə. Yəni, cəmin limiti limitlərin cəminə bərabərdir. Limit en sonsuzluğa yaxınlaşdıqda 1 üstəgəl limit en sonsuzluğa yaxınlaşdıqda 1 bölünsün n. Sabitin limiti də 1'ə bərabərdir. 1 bölünsün n'in limiti 0'a bərabərdir. Cevabımız olur 1. 15 oxşar qayda ilə fərqin limiti limitlərin fərqinə bərabərdir. Limit en sonsuzluğa yaxınlaşdıqda 1 çıxılsın limit en sonsuzluğa yaxınlaşdıqda 1 bölünsün n. Sabitin limiti ilə özünə bərabərdir. 1 bölünsün n'in limiti 0. 16. 16'da en sonsuzluğa yaxınlaşır. Surətdə sonsuzluğa alınır. Məxrəcdə dediyimiz kimi yenə bu da sonsuzluq bölünsün. Sonsuzluq qeyri-müəyyənlik halı yaranır və kök altında olan ifadəni n kvadrata bölürük. Hər bir həddini n kvadrata bölürük. Surətdə isə kök işarəsi yoxdur. Surətdə n-ə bölürük. N kvadratlar bax, burada gedir 1 qalır. 3 bölünsün n kvadratın limiti 0'a bərabərdir. Burada n'lər gedir 3 qalır. 1 bölünsün n'in də limiti 0'a bərabər olur. Cevabımız olur 3 bölünsün 1, yəni 3.
17. Oxşar sualdır. Sonsuzluq bölünsün sonsuzluq. Qeyri-müəyyənlik halıdır. Məxrəcdə kök altındadır. N kvadrat bölünsün n kvadrat. Üstəgəl 1 bölünsün n kvadrat. Surətdə kök işarəsi yoxdur. N-ə bölürük. Bax, burada bu n-lər gedir. Qalır 2 üstəgəl 1 bölünsün n. Burada da qalır 1 üstəgəl 1 bölünsün n kvadrat. Deməli, 1 bölünsün n sıfıra bərabər olur, 1 bölünsün n kvadrat sıfıra bərabər olur. Surət 2, məxrəc 1, yenə də cavabımız sabit ədəddir. Sabitin limiti də özünə bərabərdir. Keçirik 18-ə. Surət və məxrəc çox hədlidir. N sonsuzluğa yaxınlaşanda limiti hesablayırıq. Yenə də surət və məxrəci ən yüksək dərəcəli dəyişəni bölürük. Elə dərəcəsi 1-dir, n-ə bölürük. 2n bölünsün n üstəgəl 3 bölünsün n. Məxrəcdə də 5n bölünsün n üstəgəl 1 bölünsün n. Bu da bərabər olur. Məxrəcimiz 5, burada n-lər gedir. Üstəgəl 1 bölünsün n, burada da n-lər gedir. 2 üstəgəl 3 bölünsün n. Və biz də dedik ki, bax, bu cür kəsirlərdə limit sıfıra bərabər olur. Qalır sabit ədəd 5-də 2, sabitin də limiti elə özünə bərabərdir. 5-də 2-yə bərabərdir. Cavabımız A variantı olur. Və burada bizim qaydalarımız var. Buradan belə bir nəticə çıxarmaq olur ki, surət və məxrəc çox hədli olduqda, deməli, surətdəki çox hədli, tutaq ki, ayrılsın x üstü n şəklindədir. Yəni, yüksək dərəcəli həddir. Məxrəcdə də b vurulsun x üstü n şəklindədir. Əgər dərəcələr bərabərdirsə, surət və məxrəcdəki çox hədlilərin qüvvəti dərəcəsi bir-birinə bərabərdirsə, yəni n-ə bərabərdirsə, onda bu ardıcıllığın limiti əmsalların baş həddilikdə bunlara çox hədlidə baş həddinin əmsallarının nisbətinə bərabərdir. Yəni, dərəcəsi yüksək olan əmsalların nisbətinə bərabərdir. Deməli, limit n sonsuzluğa yaxınlaşdıqda A vurulsun x üstü n, B vurulsun x üstü n bərabərdir. Əgər n-dən kiçik olarsa, yəni surətdə çox hədlin dərəcəsi, məxrəcdəki çox hədlin dərəcəsindən kiçik olarsa, onda bu ardıcıllığın limiti sıfıra bərabər olur. Əgər n-dən böyük olsa, bu zaman cavab sonsuzluğa bərabər olacaq. Yəni, surətin dərəcəsi məxrəcin dərəcəsindən böyük olduqda bu, deməli, ardıcıllığın limiti bərabər olacaq sonsuzluğa. 18-də, deməli, 19-a baxaq. 19-da fikir verin, surət və məxrəc çox hədlidir. Dərəcələr eynidir, dərəcəsi 1-dir, surətdə də, məxrəcdə də. Əmsalların nisbətinə bərabərdir, 3 bölünsün 1. Cavabımız elə 3. C variantı. 20. Baxın, burada da surətdə n üstəgəl 2020, məxrəcdə n çıxılsın 2020. Dediyimiz kimi, yəni çox hədlidir. Dərəcələr də bir-birinə bərabərdir. Əmsallarına baxsaq 1 bölünsün 1, cavabımız elə 1-ə bərabər olur. Yenə də biz n bölünsün n şəklində göstərək. Limit n sonsuzluğa yaxınlaşdıqda n bölünsün n üstəgəl 2020 bölünsün n, məxrəcdə də n bölünsün n çıxılsın 2020 bölünsün n. Bu da bizə verir. Limit n sonsuzluğa yaxınlaşdıqda, baxın, 2020 bölünsün n. Baxın, sıfıra bərabər olur. N bölünsün n, n bölünsün n. Bunlar da 1-ə bərabər olur. 1 üstəgəl 0, 1 çıxılsın 0. Yenə bizim cavabımız 1-ə bərabər olur. 21-də də oxşar sualdır. N-lərin əmsallarına fikir verək. 2020 bölünsün 2020. Cavabımız bərabər olacaq 1-ə. Yüksək dərəcə burada n üstü 4-dür. Surət və məxrəci n üstü 4-ə bölək. n üstü 4 bölünsün n üstü 4, 1 bölünsün n üstü 4. Surətdə 3n kvadrat bölünsün n üstü 4,
2 üstəgəl n üstə 4. Limiti en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz olur 1 üstəgəl 1 bölünsün n üstə 4. Surətimiz olur 3 bölünsün n kvadrat üstəgəl 2 bölünsün n üstə 4. Bir-birinin surəti sıfır alınır. 0 üstəgəl 0, məxrəcdə 1 üstəgəl 0, yəni cavabı sabitdir, 0-a bərabərdir. Və buradan biz nəticədə ala bilərik. Baxın, surətin dərəcəsi, surətdəki çoxhəllilərin dərəcəsi məxrəcdəki çoxhəllinin dərəcəsindən kiçikdir. Yəni, ən yüksək dərəcədən söhbət gedir. Bu zaman bu limitin cavabı bərabər olacaq 0-a. 23-də də oxşar qayda ilə baxın, surətdə çoxhəllinin dərəcəsi 1-dir, məxrəcdə 2-dir. Yəni, limitin cavabı 0 olacaq. Yenə də biz n kvadrata bölmə yolu ilə göstərir. Məxrəcdə dərəcə n kvadratda ən yüksək dərəcə, ona görə n kvadrata bölürük. Baxın, surət 0 alınır. Surət 0 alındığı üçün bütün cavabımız 0-a bərabər olur. 24-də də baxın, surətdəki çoxhəllinin dərəcəsi kvadratda 2-dir, məxrəcdəki çoxhəllinin dərəcəsi 3-dür. Yəni, surətin dərəcəsi məxrəcin dərəcəsindən kiçikdir. Bu zaman limitin qiyməti 0-a bərabər olur. Yəni də biz bölmə yolu ilə göstərək. Yüksək dərəcəli dəyişənə bölmə yolu ilə yüksək dərəcəli dəyişən burada n kubdur. Surət və məxrəcdə hər bir həddi n kuba bölürük. 4n bölünsün n kub, 5 bölünsün n kub, surətdə 2n kvadrat bölünsün n kub, 5n bölünsün n kub, 1 bölünsün n kub. Baxaq görək nə alınır. Bakın n kub bölünsün n kub 1. Burada 4 bölünsün n kvadrat. 5 bölünsün n kub. Surətdə 2 bölünsün n. N bölünsün n kub ixtisar gedəndə qalır 5 bölünsün n kvadrat. 1 bölünsün n kub. Fikir verin, surətdə görürsünüz. Deməli, hər biri sıra bərabər olur. Yəni, surət sıra bərabər olur. Surətdə sıra bərabər olursa, əlbəttə ki, cavabımız da 0-a bərabər olur. Bu da bizə verilib Y variantında. 25-də çoxhəllilərə fikir verin. Surətdə çoxhəllinin dərəcəsi yüksək, yəni dərəcəsi n kvadratdır. Məxrəcdə də çoxhəllinin dərəcəsi n kvadratdır. Onların əmsalları. Surətdə əmsal 5-dir, məxrəcdə isə 1-dir. 5 bölünsün 1, cavabımız 5-ə bərabər olmalıdır. Yəni, biz birbaşa cavab 5 götürə bilərik. Yenə də mən göstərirəm, hər birini n kvadrata bölürük. N kvadrat bölünsün n kvadrat 1. Bak, burada 3 bölünsün n. 1 bölünsün n kvadrat. Bu surətdə 1 bölünsün n kvadrat. N bölünsün n kvadrat. N kvadrat ixtisar gedir. 2 bölünsün n. Bak, burada da n kvadratlar gedir. Surətdə 5 qalır. Kəsirlər hamısı 0-a bərabər olur. Surətdə 5, məxrəcdə 1 qalır. Cavabımız 5 bölünsün 1, yəni bərabər olur 5-ə. 26-da oxşar sualdır. Baxın, surətdə çoxhəllinin dərəcəsi 2-dir, məxrəcdə də dərəcəsi 2-dir. Yəni, dərəcələr bir-birinə bərabərdir. Dərəcələr bir-birinə bərabər olan onların əmsallarının nisbəti. Yəni, surətdə -7-dir. N kvadratın əmsalı məxrəcdə isə 1-dir. -7 bölünsün 1, cavabımız -7 A variantı. Deməli, çoxhəllilərin dərəcələri bərabər olanda onların əmsallarının nisbəti götürülür. Surətin dərəcəsi məxrəcin dərəcəsindən kiçik olduqda cavab
sıfıra beraber olur. Burada baxın, surətdə də n kubdur, məxrəcdə də n kubdur, yüksək dərəcəmiz. Əmsallar nisbəti 7 bölünsün 1, yəni 7-yə bərabər olur. Cavabımız C variantı olur. Bu misalda fikir verək. Eni yerinə sonsuzluq yazanda sonsuzluq çıxılsın sonsuzluq alınır. Belə deyək, əvvəlcə bunu biz ortaq məxrəcə gətirək. Ortaq məxrəcə gətirək. Ondan sonra limitinə baxarıq. Məxrəcimiz n üstə gəlir 3, surət n kvadrat, eni məxrəcə vurub aparırıq surətə. Çıxılsın n kvadrat, çıxılsın 3n. Bu n kvadratlar da gedir. Alınır limit. En sonsuzluğa yaxınlaşanda mənfi 3n bölünsün. N üstə gəlir 3. Baxın, surət və məxrəcdə dərəcələr bir-birinə bərabərdir. Onların əmsallarının nisbəti mənfi 3 bölünsün 1. Mənfi 3 bölünsün 1. Cavabımız olur mənfi 3. Yəni, surət və məxrəcə n-ə bölsək də, yenə də cavabımız bizim olur mənfi 3. Yə 29 da oxşar sualdır. Eyni məxrəcdə yazsaq olacaq n kvadrat. Baxın, eyni məxrəcə yazırıq surətdə. Çıxılsın n kvadrat, çıxılsın 5n. N kvadratlar gedir. Qalır mənfi 5n bölünsün. N üstə gəl 5. Baxın, dərəcələr eynidir. Surətdə də n-dir, məxrəcdə də n-dir. Əmsalları mənfi 5-nə 1. Mənfi 5 bölünsün 1. Bu da bizi verir mənfi 5. Cavabımız olur B variantı. 9'da da eyni məxrəcdə yazar. 6n üstə gəlir 7. Üst vurulur məxrəcə. Çıxılsın 9. N kvadrat çıxılsın 3. Bu da bizə verir limit. En sonsuzluğa yaxınlaşdırda 3n kvadrat üstə gəlir 1. Yüksək dərəcəni əvvəl yazaq. Mənfi 9n kvadrat üstə gəlir 6n. 7-dən də 3'ü çıxar 4. Baxın, surətdə və məxrəcdə hər ikisində n kvadratdır. Əmsallar mənfi 9-dan 3'dür. Deməli, bərabər olacaq. Mənfi 9 bölünsün 3. Yəni, mənfi 3. 31. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz 3n. Eyni məxrəcə gətirək. Mənfi 1 üstü n. Üstə gəl. 5'i vurub 3-nə 15n. Surət və məxrəcə n-ə bölək. 3n bölünsün n. Mənfi 1 üstü n bölünsün n. 15n bölünsün n. Məxrəcimiz 3. Mənfi 1 üstü n. Deməli, mənfi 1-in qüvvətləridir. Cüt dərəcədən qüvvəti müsbət 1-ə bərabər olacaq. Tək dərəcədən qüvvəti mənfi 1-ə. Yəni, belə bir kəsr alınacaq. Ya mənfi 1 bölünsün n, ya da 1 bölünsün n. Yəni, belə bir kəsr alınacaq. Bu kəsirin də qiyməti demişik ki, en sonsuzluğa yaxınlaşdıqca bunların da qiyməti sıfıra yaxınlaşır, yəni sıfıra bərabər olur. Deməli, olacaq 0 üstə gəl. Burada da n-lər gedəndə 15. Yenə də cavabımız sabit olur. 15 bölünsün 3, 5'ə bərabər olur. Deməli, cavabımız 5'dir. 32. En sonsuzluğa yaxınlaşır. Yenə də sonsuzluq bölünsün sonsuzluq qeyri-müəyyənliyi halıdır. Kök altındakı ifadələri n kvadrata, kök olmayanı isə n-ə bölürük. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcdə 5n bölünsün n, 2 bölünsün n. Məxrəcdə kök işarəsi yoxdur. Surətdə kök işarəsi var. 4n kvadrat bölünsün n kvadrat, 3n bölünsün n kvadrat, 1 bölünsün n kvadrat. Bak, burada bu n'ler gelir. 2 bölünsün n dediği sıfıra beraber olur. Bak, burada n kvadratlar gelir. Kökün altında 4. 3 bölünsün n. Bir de 1 bölünsün n kvadrat. Bunların da cevabı sıfıra beraberdir. Deməli, cevabımız bizim olur
Məxrəcimiz 5, surətimiz kökdə 4. Kökdə 4-dən 2 alınır, deməli cavabımız 5-də 2 olur. Sabit ədəddir, limiti ilə özünə bərabərdir, cavab olur A variantı. 33-də oxşar sualdır. Məxrəcdə 9 n kvadratı n kvadrata bölürük 9, 6 n n kvadrata bölürük 6 bölünsün n, 4 n kvadrata bölürük 4 bölünsün n kvadrat, 2 n bölürük n-ə, 2, 7-ni də bölürük n-ə, 7 bölünsün n. 7 bölünsün n, 6 bölünsün n, 4 bölünsün n kvadrat. Bunlar hamısı sıfıra bərabər olur, qalır. Limit en sonsuzluğa yaxınlaşdıqda 9-dan, kökdə 9-dan yəni 3 çıxır. Surətimizdə də 2 qalır. Bir də cavabımız 3-də 2 olur. Bu da bizə verir Y variantı. 34. Limit en sonsuzluğa yaxınlaşdıqda x-in 3-ə bərabərdir, y-in isə 1-ə bərabərdir. Belə bir ifadə verib gətirib bu ifadədə nəzərə alırıq. Limit en sonsuzluğa yaxınlaşdıqda 5x-n deməli. Elə bunları biz ayrı-ayrı yazaq. Fərqi limiti limitlərin fərqinə bərabərdir. Limit en sonsuzluğa yaxınlaşdıqda 2y sabit keçir qarşıya 5 limit en sonsuzluğa yaxınlaşdıqda x-ən çıxılsın 2 limit en sonsuzluğa yaxınlaşdıqda y-n. Bunların da cavabını bizə verir. 3 və 1 deməli olur. 5 vurulsun 3 çıxılsın 2 vurulsun 1 15 çıxılsın 2 cavabımız 13. 35 oxşar sualdır. Baxın burada deməli 2 gəlsə limitin qarşısına olur 2 limit en sonsuzluğa yaxınlaşdıqda x-ə üstə gəl 4 sabitdir keçir limit işarəsinin qarşısına limit en sonsuzluğa yaxınlaşdıqda y-n. Bunlar da qiymətimize verir. 2 vurulsun 1 üstə gəl 4 vurulsun 3 2 üstə gəl 12 cavabımız 14. 36. 36'da yeni yeni sonsuzluq yazdıqda sonsuzluq çıxılsın sonsuzluq qeyri-müəyyənlik halı yaranır. Buna aid də tapşırıq işləmişdik. O zaman qaydamız belədir ki, verilmiş ifadənin qoşmasına vurup bölürük. Yəni 4n kvadrat üstə gəl n çıxılsın 2n. Bu ifadənin qoşması kök altında 4n kvadrat üstə gəl n üstə gəl 2n. Məxrəcdə də həmin qoşmanı yazırıq. Kök altında 4n kvadrat üstə gəl n üstə gəl 2n. Surət bizə verir kvadratlar fərqi. Deməli, kökün kvadratı çıxılsın 2n kvadratı. Bax, burada kök işarəsi gedir. Qalır 4n kvadrat üstə gəl n çıxılsın 2n kvadratı, yəni 4n kvadrat. Məxrəcdə olduğu kimi qalır. 4n kvadrat üstə gəl n üstə gəl 2n. Burada bu 4n kvadratlar da gedir. Qalır limit en sonsuzluğa yaxınlaşdıqda deməli, məxrəcimiz surətdə n məxrəcdə olduğu kimi qalır. Birbaşa kök altı ifadələri bölürük. N kvadrata, 4n kvadrat bölünsün n kvadrat, n bölünsün n kvadrat. Bakın 2n kökdə deyil. 2n'i n'ə bölürük. Surətdə də n qalmışdı. N'i də bölürük n'ə. Deməli nə alınır? Məxrəc. N kvadratlar gedir, kökdə 4 qalır. Burada da 1 bölünsün n'dir. O da bizə 0 verəcək. N'lər də gedir, 2 qalır. Üstə gəl 2. N bölünsün n, bu da bizə 1 verəcək. Deməli, kökdə 4. Kökdə 4-dən 2 çıxır, 2 üstə gəl 2, 4. Surətimizdə 1. Sabitin limiti elə özünə bərabərdir. Cavabımız 4'də 1, yəni Y variantı. 37'ye bakalım. Limit en sonsuzluğa yaxınlaşdıqda
İfadeye bakabiliriz. Sadeleşme aparat ifadede. 4 üstü 2 üstü 2'ye yazacaq. 6 vurulsun 2 üstü 2'ye. Üstəgəl 1. Deməli 2 üstü n üstəgəl 1. Bu da 2 vurulsun 2 üstü n'dir. 2 vurulsun 2 üstü n. Vurulub məxrəcə. 3 vurulsun 2 üstü n üstəgəl 1'ə. Yəni ortaq məxrəcə gətiririk. Eyni məxrəcdə yazırıq. 3 vurulsun 2 üstü n üstəgəl 1. 6 vurulsun 2 üstü 2n üstəgəl 1. 2 üstü 2'ye vurulur 2 üstü 2n'ə. 2 də 3'ə vurulur. Deməli 6 vurulsun 2 üstü 2'ye. Sonra 2 üstü 2. 2 vurulsun 2 üstü 1'ə vurulur. 2 vurulsun 2 üstü n. Bax bunlar gedir. Limit. Məxrəcimiz 3 vurulsun 2 üstü n üstəgəl 1. Surətimiz də olur. 1 çıxılsın 2 vurulsun 2 üstü n. Yine yaxınlaşır sonsuzluğa. Deməli, limit 2 üstü n'ə bölürük. Surət və məxrəci 2 üstü n'ə bölürük. Qalır 3 üstəgəl 1 bölünsün 2 üstü n. Surətdə də 1 bölünsün 2 üstü n. Burada da 2 vurulsun 2 üstü n'yi 2 üstü n'ə bölürük. Qalır 2. 1 bölünsün 2 üstü n. Bax bu kəsirlər sıfıra bərabər olur. Alır 0, 0, 0, 2. Surətimiz mənfi 2. Məxrəcimiz 3. Cavabımız mənfi 3'də 2. A variantı. O 8'de oxşar sualdır. Yine eyni qayda ilə sadələşdiririk. Eyni məxrəcdə yazırıq, yəni ortaq məxrəcə gətiririk. 6 vurulsun 9 üstü n, yəni 3 üstü 2 n üstəgəl 1. 3 vurulsun 3 üstü n. Vurulub 2 vurulsun 3 üstü n üstəgəl 1. Məxrəcimiz 2 vurulsun 3 üstü n üstəgəl 1. Surətimiz 6 vurulsun 3 üstü 2 n üstəgəl 1. Əmsallar vurulur. 3 vurulur 2'ye 6. 3 üstü n vurulur. 3 üstü n'ə 3 üstü 2 n. 1'e vurulur. Çıxılsın 3 vurulsun 3 üstü n. Bunlar gedir. Surət və məxrəci 3 üstü n'ə bölürük. Qalır 2 üstəgəl 1 bölünsün 3 üstü n. Deməli 1 bölünsün 3 üstü n və 3 üstü n'ə bölürük. Qalır mənfi 3. 1 bölünsün 3 üstü n'lər. Baxın onlar sıfıra gedir. Qalır mənfi 3 bölünsün 2. Bu da bizə verir mənfi 1,1. Cavabı ilə mənfi 2 bölünsün 3 şeklində, daha doğrusu mənfi 2'də 3 şeklində veriblər. Cavabımız D variantı. 39. En sonsuzluğa yaxınlaşdıqda limiti hesablayın. Sonsuzluğa yaxınlaşdığı üçün, bax burada n'lərin yerində sonsuzluq qoyduqda sonsuzluq çıxılsın sonsuzluq qeyri-müəyyən halı yaranır və bu zaman dedik ki, biz verilmiş ifadəni qoşmasına vurub bölməliyik. Verilmiş ifadə 3n çıxılsın. Kökdə 9n kvadrat çıxılsın 8n üstəgəl 2. Vurulub qoşmasına 3n üstəgəl 9n kvadrat çıxılsın 8n üstəgəl 2. Və vurduğumuz qoşmanı məxrəcədə yazırıq. 3n üstəgəl 9n kvadrat çıxılsın 8n üstəgəl 2. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəci olduğu kimi yazırıq. 9n kvadrat çox 8n üstəgəl 2. Deməli, açıq bir üstəgəl bir kvadratlar fərqi 3n kvadratı 9n kvadrat. Kökün kvadratı kök işarəsi gedir. Çıxılsın 9n kvadrat üstəgəl 8n çıxılsın 2. 9n kvadratlar gedir. Yine de sonsuzluq bölünsün. Sonsuzluq qeyri-müəyyənlik halı yaranır. Bu zaman dedik kök altındakı ifadələri yüksək dərəcəyə n kvadrata bölürük. Kök olmayanları n-ə. Birbaşa alınan cavabları yazarıq. 3'ünü n'ə bölürük 3. Kökün altında 9n kvadratı n kvadrata bölürük 9.
8 n kvadrata bölürük. 8 bölünsün n. 2'ni de n kvadrata bölürük. 2 bölünsün n kvadrat. Surətdə 8 n çıxılsın 2. Kök işarəsi yoxdur. N'ə bölürük. 8 çıxılsın 2 bölünsün n. Limit n sonsuzluğa yaxınlaşdıqda məxrəcdə deməli kökün altında 9 qalır. Bax bunlar sıfıra yaxınlaşır. Kök altı 9 oradan 3 çıxır. 3 üstə gəlir. Məxrəcimiz 6. Deməli 2 bölünsün n. Bu da sıfıra yaxınlaşır. Və surətimiz qalır 8. Cevabımız 6'da 8. 2'ye ixtisar etsək 3'də 4. Bir variantı. 40. Yeniden sonsuzluq bölünsün sonsuzluq. Qeyri-müəyyənlik halı yaranır. Deməli, kök olmayanları x-a bölək, kök altında olan ifadəni x kvadrata bölək. Limit x yaxınlaşır sonsuzluğa. Məxrəcdə 2x bölünsün x. Bir üstə gəlir x. Bax, burada kökdür. X bölünsün x kvadrat. X'in kökün altına daxil edən də olur x kvadrat. 4x da bölünsün x. Limit sonsuzluğa yaxınlaşdıqda deməli x-a bax, burada gedir. Məxrəcimiz qalır 2 bölünsün x-la bərabər olur. Deməli x-la x kvadrat ixtisar edir. Köklə 1 bölünsün x olur 0 bərabərdir. X-lər də burada gedir. Cavab 4 qalır. Deməli surətimiz mənfi 4. Məxrəcimiz 2. Cavabımız mənfi 2. 41. En sonsuzluğa yaxınlaşdıqda verilmiş ifadənin limitini hesablayın. N'in yerinə sonsuzluğu gətirib yazanda görürük ki, sonsuzluq çıxılsın sonsuzluq. Qeyri-müəyyənlik halı yaranır. Bu zaman demişdik ki, qoşmasına vurup bölürük. Yəni, limitin sonsuzluğa yaxınlaşdıqda 4n çıxılsın 16n kvadrat çıx 3n üstə gəl 1 vurulacaq qoşmasına. Yəni 4n üstə gəl kök altında 16n kvadrat çıxılsın 3n üstə gəl 1 və qoşmasına bölürük. 4n üstə gəl 16n kvadrat çıxılsın 3n üstə gəl 1. Surət kvadratlar fərqi verilirsə 4n kvadratı 16n kvadrat çıxılsın. Kökün kvadratı kök işarəsi gedir. İşarələr dəyişəcək. Çıxılsın 16n kvadrat üstə gəl 3n çıx 1. Məxrəci 4n üstə gəl. Kök altında 16n kvadrat çıx 3n üstə gəl 1. Qarşısında limit işarəsi. Və bax burada 16n kvadratlar gedir. Məxrəcdə kök işarəsi də var. Surətdən 3-ün çıxılsın 1 qalır. Deməli, kök altında olanları n kvadrata bölürük. Kök altında olmayan hədləri isə n-ə bölürük. 3n bölünsün n. 3. 1 bölünsün n. 4n bölünsün n. 4. Üstə gəl. Kök altında 16n kvadratı n kvadrata bölürük. 16. 3n-i n kvadrata bölürük. 3 bölünsün n. 1-i də n kvadrata bölürük. 1 bölünsün n kvadrat. Deməli, 1 bölünsün n'in limiti dedik ki, 0'a bərabərdir. 3 çıxılsın 0, sürətimiz olur 0. Məxrəci 4 üstə gəl, kök altında 16. Bax, bunların da limiti, bax, kəsirlərin limiti 0'a bərabər olur. Deməli, kökdə 16 qalır. Məxrəcimiz olur 8, sürətimiz 3. Sabitin limiti ilə özünə bərabərdir. Cavabımız 8'də 3. A variantı. 42-ci sual. Deməli, baxın, kökün altında bir dənə də kök işarəsi var. Kök altında 49 n'ini n'ə bölsək, n bu kökün altına daxil olan n kvadrat olur. 10 n'ini n kvadrata bölürük. Əvvəldə də var idi, buna aid bir dənə misal həll eləmişik. Limit n sonsuzluğa yaxınlaşdıqda, deməli, 16, kökdə 16 n'ini bölürük n'ə. Məxrəcimiz kökdə 16 alır. 49 n'ini bölürük n'ə. Burada bir dənə də kök var kökün altında. Burada artıq deməli 10 n'ini n kvadrata bölürük. Çünki n kökün altına daxil olur, olur n kvadrat. Deməli, məxrəc olur
16, kökdə 16. Kökdə 16-dan çıxır 4 kub. N'lər burada gedir. N'lər bax burada gedir. Qalır kökdə 49. N və N kvadratda gedir. Qalır 10 bölünsün N. 10 bölünsün N də sıfıra çevrilir. Deməli, surətimiz olur kökdə 49. Kökdə 49-dan da çıxır 7. Deməli, elə sabitin limiti cavabımız olur 4-də 7 B variantı. 43-də surətdə kökün dərəcəsi 3-dür. Məxrəci əgər N-ə bölsəm, surətdə kökün altındakı ifadələr N kuba bölünəcək. N-i 3-cü dərəcədən kökün altına daxil edəndə olacaq N kub. Deməli, limit N sonsuzluğa yaxınlaşdıqda 4N bölünsün N, 3 bölünsün N, kub kök altında 8N kub bölünsün N kub, 2N bölünsün N kub, 1 bölünsün N kub. Olur, limit N sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz N'lər gedir 4 qalır. 3 bölünsün N, bu da yaxınlaşır 0. Baxın, N kublar da bax, burada gedir, qalır kub kökdə 8. N və N kub ixtisar gedəndə olur 2 bölünsün N kvadrat. 2 bölünsün N kvadratı bizə 0 verir. N ilə 1 bölünsün N kub. N sonsuzluğa yaxınlaşdıqca bu kəsirin qiyməti 0-a yaxınlaşır. Yəni limiti 0 qəbul olunur. Bu da bizə verir limit N sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz 4, kub kökdə 8, buradan da çıxır 2. Deməli, cavabımız 4-də 2, yəni 0-dan 10-da 5. 51-də, daha doğrusu 44 oxşar sualdır. Limit N sonsuzluğa yaxınlaşdıqda məxrəci N-ə bölürük, qalır 5 üstəgəl 3 bölünsün N. Surətdə də kub kök altında olduğu üçün N kuba bölünür, qalır 27 üstəgəl 8 N kuba bölünür, qalır 8 bölünsün N kvadrat. 1 bölünsün N kub. Bu ifadələr sıfıra bərabər olur, bu ifadələr sıfıra bərabər olur. Kub kökdə 27, buradan çıxır 3. Məxrəcimiz 5, sabitin limiti ilə özünə bərabərdir, 0-dan 10-da 6. 45, cəmi limiti limitlərin cəminə bərabərdir. Ayrı-ayrılıqda yazaq. Limit N sonsuzluğa yaxınlaşdıqda 5-də 1 üstü N. Üstəgəl limit N sonsuzluğa yaxınlaşır. Məxrəcimiz kökdə 4N kvadrat çıxılsın 5. Surət 6N. Bu 5-də 1 üstü N sonsuzluğa yaxınlaşdıqca bu kəsin qiyməti də yaxınlaşacaq. Deməli, 0-a fikir verək. N-i 1 versək, 5-də 1 üstü 1, 5-də 1. N-i 2 versək, olur 25-də 1. N-i 3 versək, 5-də 1-in kubu. 125-də 1. N-i 4 versək, 625-də 1. Baxın, surət 1-dir. Amma məxrəcimiz 1-də artır. Məxrəc artdıqca kəsin qiyməti kiçilir. Kəsin qiyməti kiçildikcə yaxınlaşır 0-a. Deməli, limitimiz burada 0 olur. Və ardın davam edirik. Bu da dediyimiz kimi deməli, sonsuzluq bölünsün, sonsuzluq halıdır. Kökün altındakı ifadələr bölünür N kvadrata qalır. 4 çıxılsın, 5 bölünsün N kvadrat. Kök olmayan isə bölünür N-ə. 6 N-ə bölürük, qalır 6. Deməli, cavabımız olur. Məxrəclər bax, bu da sıra yaxınlaşır. Kökdə 4, kökdə 4-dən də 2 çıxır. Surətimiz də 6. Sabitin limiti ilə özüdür. Cavabımız olur 3. 46. Surət və məxrəcə fikir verir. 3 üstəyən çıxılsın 2, 2 bölsün 3 üstəyən çıxılsın 1. Surət və məxrəci 3 üstəyənə bölə bilərik. Yəni, burada da sonsuzluq bölünsün, sonsuzluq qeyri-müəyyənlik halı yaranır. N sonsuzluğa yaxınlaşır. 3 üstü N, bax, burada sonsuzluğa yaxınlaşacaq. Deməli, biz surət və məxrəci bölürük 3 üstü N-ə. Məxrəc qalır 2, çıxılsın, 1 bölünsün 3 üstü N. Surətdə də 3 üstü N-ə böləndə qalır 1, çıxılsın, 2-ni də bölürük 3 üstü N-ə. Limit N sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz bu 1 bölünsün 3 üstü N. Bu sıfıra yaxınlaşır. Çünki
Deməli, n bir verəndə 3-də 1, n2 verəndə 9-da 1, 27-də 1 və s. 81-də 1. Məxrəc böyüyür və yaxınlaşır sıfıra. Deməli, bax, bunlar 0 olur, bunlar 0 olur. Qalır surətimiz 1, məxrəcimiz 2, cavabımız olur 0-dan 10-da 5. 46 da oxşar sualdır. Sonsuzluq bölünsün, sonsuzluq qeyri-müəyyənlik halıdır. Surət və məxrəcin hər bir həddini bölürük. 200 n məxrəc qalır 4 çıxılsın, 1 bölünsün, 200 n. Surət qalır 1 çıxılsın, 3 bölünsün, 200 n. Yəni, bax, bu kəsirlər 0-a bərabər olur. Cavabımız qalır 4-də 1. Onluq kəsirlə yazsaq 0-dan %25. 48'də ifadə verilir. Bu ifadəni biraz sadələşdirək. Məxrəcə fikir verək. 2n kvadrat çıxılsın 3. 3 çıxılsın 2n kvadrat. Bax, bu kəsirlərin arasındakı çıxmanın üstə gəlməyə yetsək, eyni məxrəcdə yaza bilərik. Limit n sonsuzluğa yaxınlaşdıqda 2n kvadrat çıxılsın 3. n kub çıxılsın 3n. Bax, aradakı çıxmanın üstə gəlməyə yazırıq. Yerdən dəyişdirə bilərik. 2n kvadrat çıxılsın 3. 5n kvadrat çıxılsın n kub. Limit n sonsuzluğa yaxınlaşdıqda məxrəc eyni məxrəcdə 2n kvadrat çıxılsın 3. Surətləri bir yerə yığırıq. n kub çıxılsın 3n üstə gəl 5n kvadrat çıxılsın n kub. Bax, bu n kublar burada gedir. Məxrəc oldu 2n kvadrat çıxılsın 3. Surətimiz də 5n kvadrat çıxılsın 3n. Surət və məxrəc çox əllidir. Baş əmsallar 5 və 2-dir. 5 bölünsün 2 cavabımız elə birbaşa yaza bilərik. 2,5. Yəni, n kvadrata bölmək lazımdır. Surət və məxrəci bölsə n kvadrata qalacaq. 5 çıxılsın 3 bölünsün n. 2 çıxılsın 3 bölünsün n. Cavabımız olacaq 5 bölünsün 2, yəni 2,5. Baxın, burada cəmi limitidir. Mütərizənin üstündə n var. Deməli, ayrı limitlər şəklində yaza bilmirik, amma 2 bölünsün n var. Burada n sonsuzluğa yaxınlaşdıqca, baxın, bu 2 bölünsün n yaxınlaşacaq 0-a. Yəni, qiymət burada 0-a bərabər olacaq, qalacaq 3-də 1. Yəni, limit n sonsuzluğa yaxınlaşdıqda 3-də 1 üstü n. 3-də 1 üstü n, bu da 1 bölünsün 3 üstü n deməkdir. N'in qiyməti sonsuz artdıqca kəsirin məxrəci kiçilir. Daha doğrusu, kəsirin məxrəci artır və kəsirin qiyməti kiçilir. Yəni, 1 bölünsün 3, n-ə 1 versək əgər, n-ə 2 versək 1 bölünsün 9, n-ə 3 versək 1 bölünsün 27, 1 bölünsün 81 və s. Məxrəc böyüdükcə kəsirin qiyməti kiçilir və nəhayət yaxınlaşır 0-a. Ona görə də limiti 0-a bərabər olur. 50. Buna oxşar, yəni tapşırıq işləmişdik. Birdən n-ə qədər ədədlərin cəmi. Elə bu bizə ardıcılıq verir də, yəni ədəd silsilədə elə cəmi S burada bərabərdir. 1 üstə gəl n vurulsun n bölünsün 2. N kvadrat üstə gəl n bölünsün 2. Surətimiz. Getirib yerinə yazsaq. Baxın, 2-də 1 şəklində limitin qarşısına çıxarayıq. 2-də 1 surətimiz olar. N kvadrat üstə gəl n. Məxrəcimiz də n kvadrat üstə gəl 2n üstə gəl 5. 2-də 1 vurulsun. Yenə də baş əmsallara baxın. N kvadratların əmsallarına 1 bölünsün 1. Belə limitimiz burada 1-ə bərabər olacaq. Yəni, əgər n kvadrat bölmə yolu ilə da həll etsək, n kvadrata böləndə olacaq 1 üstə gəl 1 bölünsün n. 1 üstə gəl 2 bölünsün n yazaq. 1 üstə gəl 1 bölünsün n. N kvadrata bölürük. 1 üstə gəl 2 bölünsün n. 5 bölünsün n kvadrat. 2-də 1 vurulsun. Limit n sonsuzluğa yaxınlaşdıqda surətimiz 1. Yəni, bunlar hamısı sıfıra gedir. Məxrəcimiz də 1. Buna görə limiti 1-ə bərabər olur. 2-də 1 vurulsun 1, yəni 2-də 1.
0,5. Burada da 2 n kvadrat çıxılsın 5, 5 çıxılsın 2 n kvadrat. Bayaq həll elədiyimiz kimi işarəni dəyişib eyni məxrəcdə yazmaq olar. 2 n kvadrat çıxılsın 5. Burada üstəgəlini çıxma edirik. 2 n kvadrat çıxılsın 5 olur. Eyni kəsrə yığırıq. 5 n üstəgəl n kub. Burada çıxma olur. Çıxılsın n kub. İşarə dəyişir olur üstəgəl 3 n kvadrat. Baxın n kublar gedir. Limit n sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz 2 n kvadrat çıxılsın 5. Surət 3 n kvadrat. Üstəgəl 5 n. Baş əmsallar 3 bölünsün 2. Cevabımız bərabər olur. 3 bölünsün 2. 1,5. 52'de bayaqla ayrı yazdıq. 7 bölünsün 3n. Baxın, n sonsuzluğa yaxınlaşdıqda 7 bölünsün 3n. Bu da sonsuzluğa yaxınlaşacaq. N'in qiyməti artdıqca, məsələn, n-ə 1 versə, 7 bölünsün 3, n-ə 2 versə, 7 bölünsün 6, 3 versə, 7 bölünsün 9 və s. Surət sabit, məxrəc qeyridə artır və cavab yaxınlaşır 0. Deməli, limitdir bax 0-a bərabər olur, qalır 5-dəmir. Limit n sonsuzluğa yaxınlaşdıqda 5-də 1 üstü n. Bax, belə qalır. Bu da bizə verir limit n sonsuzluğa yaxınlaşanda 1 bölünsün 5 üstü n. 1 bölünsün 5 üstü n ilə 0-a yaxınlaşır. N sonsuzluğa yaxınlaşdıqda dediyimiz kimi n-in qiymətləri artdıqca 5-də 1, 25-də 1, 125-də 1 və s. Kəsirin qiyməti kiçilir, 0-a yaxınlaşır. Limitimiz olur 0. Lütfen cəmi limitidir. Limitlərin cəmi şəklində yaza bilərik. Limit n sonsuzluğa yaxınlaşdıqda 3 üstü mənfi n üstəgəl limit n sonsuzluğa yaxınlaşdıqda 4n kvadrat üstəgəl 3 surətimiz 3n. 3 üstü mənfi n. 3 üstü mənfi n dediyimiz kimi 1 bölünsün 3 üstü n'dir. En sonsuzluğa yaxınlaşanda dedik ki, cevabı bərabərdir 0. Deməli, bu limitimizin cevabı 0. Qalır ikinci limit. Bu da sonsuzluq bölünsün sonsuzluq halıdır. Surətdə n-ə bölürük. 3-ü n-ə bölürük 3. Məxrəcdə kök işarəsi var. N kvadrata bölürük. Kökdə 4. Üstəgəl 3 bölünsün n kvadrat. Deməli, məxrəcimiz kökdə 4-dür. Kökdə 4-dən də 2 çıxır. Surətimiz də 3. 3 bölünsün n kvadratı 0 bərabər olur. Limitimiz olur 1,5. 54'də ayın ədədi silsiləsində A1 4'dür. D 8'dir. Limit Sn bölünsün n üstəgəl 2'nin kvadratı. Deməli, biz Sn-i tapmalıyıq hələ ki, ədədi silsilədə. Deməli, Sn düsturunu yazaq. 2A1 üstəgəl D vurulsun. N çıxılsın 1 bölünsün 2 vurulsun N. D ilə A1 verib bizə gətir yazaq yerinə. Deməli, 2 vurulsun 4, 8. D də 8'dir. Vurulur N-ə. 8N çıxılsın 8. Burada da 8'lər getir. 8N bölünsün 2. 4N vurulur N-ə. 4N kvadrat. Getir surətdə yerinə yazılır. Limit n sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz n üstəgəl 2'nin kvadratı. Elə bunu da açaq. N kvadrat üstəgəl 4n üstəgəl 4. Surətimiz 4n kvadrat. Baxın, burada da n kvadratdır dərəcələr. Yəni, bərabərdir dərəcələr. Əmsallar 4 bölünsün. 1 4'ə bərabər olacaq. Surət və məxrəci n kvadrata böləndə surət qalır 4. Məxrəci böləndə n kvadrata 1 üstəgəl 4 bölünsün n. 4 bölünsün n kvadrat. Bax, bunlar ikisi sıfıra gedəndə olur həmin şey 4 bölünsün 1. Cevabımız olur 4. 55 də oxşar sualdır. Sn-i tapırıq.
2A1 yani 2 vurulsun 3 6 üstə gəl D vurulsun N çıxılsın 1 6 vurulsun N çıxılsın 1 bölünsün 2 vurulsun N 6 üstə gəl 6 N çıxılsın 6 bölünsün 2 vurulsun N 6'lar burada gedib 3 N vurulsun N olur 3 N kvadrat. Keçmiş limitdə nəzərə alırıq. Limit en sonsuzluğa yaxınlaşdıqda surətimiz 3n kvadrat, məxrəcimiz kvadrata açaq. N kvadrat üstə gəlib 4n üstə gəlib 4. N kvadratların əmsalları 3 bölünsün 1, 3'e bərabər olacaq. N kvadrata böləndə surətimiz 3, məxrəcimiz 1, 4 bölünsün n, 4 bölünsün n kvadrat, cevabımız 3 bölünsün 1, 3. Əlli da məxrəcə 3 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl. Yəni bu ardıcılığa baxaq. A1'imiz 3, A1'imiz n'dir. Deməli, silsilə fərqi 1'ə bərabərdir. Biz SN-i bilməliyik. Həddin cəmi. Deməli, SN bərabər olacaq. A1 üstə gəl, AN bölünsün 2 vurulsun N. A1'imiz ilə 3'dür, AN da N'dir. Bu da bize verecek n kvadrat üstə gəl 3n bölünsün 2. Və gətirib limitdə nəzərə alırıq. Limit en sonsuzluğa yaxınlaşdıqda məxrəcimiz ilə 2'də 1 kimi qarşıda yazaq. 2'də 1 n kvadrat üstə gəl 3n. Surətimiz 5n kvadrat çıxılsın 7n üstə gəl 1. Deməli, n kvadratlara baxaq. Əmsallarla 5 bölünsün 2'də 1. Cevabımız beraber olacaq 10'a. Yine de birbaşa yazmıram. Əslində qaydada birbaşa da yaza bilərik. Deməli, surət və məxrəci bölürük yüksək dərəcəyə n kvadratı. Qalır 5 çıxılsın 7 bölünsün n. 1 bölünsün n kvadrat. Məxrəcimiz n kvadrata bölündə 2'də 1. Üstə gəl 3 bölünsün n. Qaldı 5 bölünsün 2'də 1 10. 57. Birinci tapşırığa fikir verək. En sonsuzluğa yaxınlaşır. Limit 4'ün üstə gəl 2 bölünsün A''ın üstə gəl 5. Bu limitin cevabını bizə verib A1 9. Biz A'nı tapmalıyıq. Variantlarda A'nın qiymətlərini verib. Deməli, limiti sadələşdirək. Surət və məxrəci N'ə bölək. Limit en sonsuzluğa yaxınlaşanda deməli, surət və məxrəci N'ə bölürük. Olur 4 üstə gəl 2 bölünsün N. A''ı da N'ə bölürük. A, 5'i də bölürük N'ə. 5 bölünsün N. Deməli, bu kesirlərin cevabı dedik ki, 0'a bərabərdir. Qalır 4 bölünsün A. A da burada hər hansı bir sabit ədəddir. Və bu limitin cevabını bizə A1 9 vermişdir. Deməli, 4 bölünsün A bərabərdir. A1 9. Buradan tənasübü həll edirik. A kvadrat bərabər olur 36'ya və A da bərabər olur müsbət mənfi 6'ya. Deməli, mənfi müsbət 6. Baxın, burada CD variantında A'nın ən kiçik qiyməti mənfi 6'dır, ən böyük qiyməti 6'dır. Deməli, 1'ə uyğun gəldi CD. İkinciye bakın. İkincide məxrəcə n kvadrat var. Surət və məxrəci deməli, hər bir həddini n kvadrata bölək. Limit A''ın bölünsün n kvadrat bizə verir A bölünsün n 6 bölünsün n kvadrat 8n'ı da bölürük n kvadrata qalır 8 bölünsün n 2n kvadrata da bölürük n kvadrata 2. Deməli, burada 8 bölünsün n və 6 bölünsün n kvadrat. Bunlar 0'a bərabər olur. A bölünsün n, A da burada hər hansı bir sabit ədəddir. Bu da 0'a bərabər olur. Qalır. Deməli, surətimiz 0 olur da. Bizim surət 0, məxrəc 2 bərabərdir 0. Deməli, surət və məxrəc çox ədli olanda demişdik ki, surətdəki çox ədlinin dərəcəsi məxrəcdəki çox ədlinin dərəcəsindən kiçikdirsə, cavabı birbaşa, yəni 0 götürə bilərik. A bölü 4 deməli 0'a bərabərdir. A bölü 4 0'a bərabərdir. Buradan da çıxır ki, A bərabərdir 0'a. A'nın qiyməti 0, bu da A variantı. 2'ye uyğun gəldi A variantı. Qaldı 3-cü. 3-cüdə n kvadratdır. Baxın, hər ikisindən n kvadratdır. Deməli, elə bu limitin cavabı baş əmsalların nisbətinə bərabər olacaq. A bölünsün 5'ə. Deməli, A bölü 5 bərabərdir 5'də 3. Buradan hər tərəfi 5'ə vursaq, A bərabər olur 3'ə. Bu da bize verilib Y variantında. 3'e de uygun geldi Y variantı.
58. 58-də də oxşar qayda ilə deməli buradan baxın sürət və məxrəc deməli dərəcələr eynidir. Baş əmsallar 4 bölünsün A ilə birbaşa yazacaq. 4 bölünsün A bərabərdir. A bölünsün 16. Buradan A kvadrat bərabər olur 64-də. A bərabər olur müsbət mənfi 8-ə. Müsbət mənfi 8. Baxın Y variantı bir də B. Deməli 1-ə uyğun gəlir D-yə. İkincidə məxrəcdə n kvadratdır. Baş əmsal 7-dir. Deməli, surətdə isə n-dir. Dərəcəsi 1-dir. Surətin dərəcəsi məxrəcin dərəcəsindən kiçikdir. O zaman limitin cavabı 0-a bərabər olur. Deməli, A bölü 8 bərabərdir 0-a. A bərabərdir 0-a. A bərabər 0 olur C variantı. Üçüncüdə. Deməli, n kvadrat surət və məxrəcdə dərəcələr bərabərdir. Baş əmsallar A bölü 7-dir. Deməli, limitin cavabı A bölü 7 olur. Bərabərdir 7-dəki. Hər tərəfi 7-yə vursaq, bax bu 7-lər də gedir. Cavabımız olur 2. 2 də bizə verilib A variantında. 3-ə də uyğun gəlir A variantı. Tapşırıqlarımız bitdi. Bu sonuncu tapşırığımız idi. Növbəti dərsimiz olacaq. Funksiyanın limiti. Növbəti dərsimizdə görüşənə qədər hələlik sağ olun, salamat qalın.